3 ay öncə Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və məni bir müddət sonra mənimlə əlaqə saxlayıb Teker Akademiyaya yönləndirdilər və bu kurs haqqında məlumat verdilər. Son 3 aydır bu kursa təlim alırıq və 3 ay müddətində bizə şəbəkə inzibatçılığı haqqında ətraflı və geniş məlumat verildi. Kursu bitirdikdən sonra isə IT sahəsində ixtisaslaşmaq istəyirəm. Mənim gənclərə tövsiyəm isə odur ki, Dövlət Məşğulluq Agentliyinə yaxınlaşıb, orada bu kurslar haqqında sadəcə IT və yaxud mühasibə sahəsi ilə əlaqədar olmayan, bundan əlavə istəkləri sahədəki kurslar haqqında məlumat toplamaq üçün dost mərkəzlərinə və yaxud Dövlət Məşğulluq Agentliyinə yaxınlaşıb, oradan məlumat ala bilər və öz həyatlarını dəyişə bilərlər. Bu kurs Teker Akademiya və Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunmuşdur. Bu kurs barədə mənə məlumat verdilər ki, 2 kurs təşkil olunub. Biri mühasibat uçotluğu kursu, biri isə şəbəkə inzibatçılığı kursu. Onlar mənə müraciət etdikdən sonra məni müsahibəyə çağırdılar şəbəkə inzibatçılığı üzrə. Bu kurs mənim üçün çox dəyərli və faydalı oldu. Bu kursu bitirdikdən sonra IT sahəsi üzrə fəaliyyət göstərmək istərdim. Bu kurs daxilində biz Cisco-nun CCNA sertifikatına hazırlaşırıq və tələbələri simulyasiya formada real cihazları öyrədirik. Bu kursu bitirən şəxslər əmək bazarında xüsusi bir yerə sahib olurlar və bu sertifikat IT sahəsində ilkin mərhələ kimi görülür. Dərslərimiz simulyasiya formada olur və biz real cihazları simulyasiya üzərində öyrənirik, baş verən hadisələri. Və bu dərs əsnasında biz şəbəkə təhlükəsizliyini, şəbəkə cihazlarının qurulmasını, onların idarə olunması, quraşdırılması və s. kimi mövzuları öyrənirik. Bu tür kursların regionlarda həyata keçirilməsi Bakı xaricində olan tələbələrin, orada yaşayan əhalinin IT sahələrinə olan marağın formalaşmasında böyük kömək göstərir. Layihəmiz uğurlu alınır və düşünürəm ki, layihənin sonunda da biz uğurlu nəticələr əldə edəcəyik.